Salam əziz dostlar. Biz bugün Roblox hakkında danışacağım. Bəlkə Roblox'u da Azərbaycanda bağladılar. Bilmirəm indi nə aparacaq. Roblox'tan başqa oyun olmayacaq. Roblox niyə bağladılar? İndi sizə deyərəm. YouTube'da siz ATV xəbərlərə baxsız, orada bilmirəm, sizdə televizorunuz şeydirsə, adı nədir, xəbərlərdədirsə, ATV xəbərdə 2 gün əvvəl verilib. Mən də hələ bugün bildim. Roblox bəlkə bağlandı, bəlkə bağlanmadı. Az şans var ki, bağladılar. Roblox'uz başqa sizi heç yerdə tapa bilməyəcəm. Bir dənə sizi YouTube'da görə biləcəm. Sizə sözüm odur ki, Roblox bəlkə silindi və görüşə bilmədik. Roblox silinsə pis olacaq. Çoxlu akant, çoxlu oyun. Çox şey gedəcək. Rusiyada bağladılar, Türkiyədə bağladılar. İndi də Azərbaycanda sorulur. ATV xəbərdə deyiblər ki, çox uşaqlar baxır və anasının gizlimcə kartından Roblox alırlar. Siz elə eləməyin, heç vaxt olmaz bizə. Eləyirlər və Taş kağıt maraz, bilmem nə idi, Taş kağıt maraz, bilmem də nədir, hə, Simə Şefo, Gizdanpaç, hündürə çıxdı, qaçdı, tutdu. O oyunlar zəifləyib, daha heç kim oynamır oyunlardan, hamı Roblox'a gedib. Ancaq Roblox çox dəhşətli bir şeydir. 18 plusdan yuxarı oyunlar var. Və odur ki, sözüm Roblox'da Brookhaven məncə bilirsiniz. Orada family, orada ailə qurmaq var. %100 ondan bəlkə bağlılar. Çünki ailə hələ 18 yaşdan yuxarıdır. Biz də hələ uşaq. Orada uşaq üçün də açıblar. Ona görə Roblox'u bəlkə bağladılar Azərbaycanda, bəlkə də açdılar, bilinmir. Bilirəm, videom az oldu. Ona görə sağ olun. Görüşərik. Yeni iliniz mübarək. Sağ olun. Kanalıma abunə olarsınız.